Bir nəfər gedib bazardan cücə alır, gətirir, saxlayır. O cücə ölməsin deyənə hər yerdən gedir məlumat əldə edir ki, ta ki bunun cücəsi sağlam böyüsün. Amma insan olacaq, gələcəkdə böyük bir şəxsiyyət olacaq bir varlıq haqqında heç nə öyrənmək istəmir, təəssüflər olsun. Uşaq çox mürəkkəb yönlərə malik ruhu olan bir nədir? İnsandır. Bu mürəkkəb yönləri tanımaq lazımdır. Bilgisizlik çox böyük problemdir ki, ona görə valideynlər gərək özlərini bilgiləndirsinlər. Bilgilənmək necə olur? Yaxşı kitablar oxumaq və təlim-tərbiyə sahəsində uşaqlar mövzusunda, şəxsiyyətlər mövzusunda danışan insanları dinləmək lazımdır. Bax, biz Hardan Tabaq Doğru kitabı, məsələn, birini mən sizə tövsiyə elədim. Çıxış eləyəni hardan tabaq doğru? Allah istəyən, Quranda belə bir ayə var ki, hər kəs bizim yolumuza hidayət olmaq istəsə, biz onu hidayət eləyərik. Hər kəs istəsə həqiqətən övladını yaxşı tərbiyə eləsin, əlini açsın Allahın dərgahına ki, ilahi, mənə kömək ol. Allah da kömək olar, yaxşı kitab tapar, yaxşı söhbət eləyən tapar və bunlar tapdıqdan da sonra insan gəl onların qədrini bilsin. Allah kömək olar. Bismillahirrahmanirrahim. Salam əziz izləyicilər, mən Siruz Pirrəfti, bir daha xoş gördük sizləri. Əziz izləyicilər, bildiyiniz kimi uzun müddətdir ki, sizinlə təlim-tərbiyə mövzusunda danışmırıq. Bir sıra problemlərə görə çəkilişlər eləyə bilmirdik. Amma inşallah bundan, bu gündən etibarən inşallah sizlə vari söhbətlər olacaq təlim-tərbiyə mövzusunda və çalışacağıq ki, bu davamlılıq yerində olsun. Videoya başlamamışdan öncə, bu mövzuya başlamamışdan öncə istəyirəm bunu qeyd edeyim ki, əgər videonu izləyəndən sonra əzizlərin xoşuna gəlsə, bir videonu paylaşmaq yadınızdan çıxmasın. Linkdə də bir dənə YouTube'dan kopyalayırsan, linkini statusda, WhatsApp statusunda paylaşırsan, ayrı insanlar da görsün. Və həmçində videoya baxarkən o kommentari bölümü var, şərh bölümü, nəsə yazmaq. Orada bir dənə ya salam yazın, ya ürəyinizdən keçən yaxşı sözlər varsa orada yazın bizə. Hər hansı bir sözünüz yoxsa, heç olmasa bir salam da olsa yazın ki, niyə? Bu videonun önə çıxmasına təsirli olur. Məsələn, bəzən görün 500 nəfər baxıbdır, 500 nəfər olaraq kommentariya yazsa 500 dənə. Bu video gedər 2000, 3000, 5000 daha çox insana çatar ki, onlar da əgər faydalıdırsa, baxarlar, izləyərlər və faydalanırlar inşallah. Deməli belə, Bismillahirrahmanirrahim. Təlim-tərbiyənin qarşılaşdığı problemlər. Mövzu bununla bağlıdır. Təlim-tərbiyənin qarşılaşdığı problemləri mən neçə mərhələ formasında yazmışam. 1, 2, 3, 4 belə bir-bir bunu izah eləyəcəm və həll yollarında sizinlə bölüşəcəm inşallah. Deməli, birinci nədir problem? Birinci problem düzgün təlim-tərbiyə metodlarından valideynlərin xəbərsiz olmağı. Valideynlər, ata-ana, gənclər ailə qurdular, övlad dünyaya gəlir, amma övladını necə tərbiyə edəcək haqqında bəsit, yəni sadə mövzularda belə xəbərsizdirlər. Yəni, bu insan olan varlıq kimdir, nədir, ondan valideynlərin xəbəri yoxdur. Bir nəfər gedib bazardan cücə alır, gətirir, saxlayır. O cücə ölməsin deyənə qonşudan, ondan, bundan, həkimdən, baytardan, hər yerdən gedir məlumat əldə edir ki, ta ki bunun cücəsi sağlam böyüsün. Axırda kəsib yeyəcək, qarnı üçündür, ya da yumurtasını yeyəcək. Bir dənə onun üçün bu qədər məlumat əldə edir, amma insan olacaq, gələcəkdə böyük bir şəxsiyyət olacaq bir varlıq haqqında heç nə öyrənmək istəmir, təəssüflər olsun. Ona görə biz valideynlər gərək neyniyək, diqqətli olaq. Məsələn, valideyn övladı tanımır ki, bu necə bir varlıqdır, yəni uşaq kimdir, uşaq nədir? Uşaq çox mürəkkəb yönlərə malik ruhu olan bir nədir? İnsandır. Bu mürəkkəb yönləri tanımaq lazımdır. Bu uşağın hansı yönləri var? Ümumiyyətlə, kimdir bu? Məsələn, bir valideyn bilməsə ki, uşaq yemək yeyərkən onu üstünə başına yaxması, onunla oynaması deməkdir və burada heç bir problem yoxdur. Bunu bilsə valideyn, o uşağı döyməz ki, ay bala, adam kimi ye. Əslində, o öz dünyasında elə adam kimi yeməyi o cürdür, yaxmaqdır, üzünə, başına, kənara tökmək. Aydındır. Bunu valideyn bilsə, həqiqətində varsa ki, bu onun həqiqəti budur. Uşaq bu cür oyna-oyna yemək istəyir. Üstünə, başına yaxa-yaxa. Baxın, əziz valideynlər, böyük uşaq yeməyi üstünə yaxar. Əksinə, o bəzi hallarda, bəzi uşaqlar orada-burada görürsən, bəzən yemək yemək ki, üstün batacaq və yaxud da ki, qaşıq, vilqa, çəngəl belə şeylər tələb edir ki, səliqəli yesin, abırlı görsət, məxsusən yeniyetmələr özlərini ona buna təmiz göstərilmək istəyir. Yəni, böyüdükdən sonra o bilir ki, belə eləmək olmaz. Amma uşaq vaxtı onun istədiyi odur ki, oyna-oyna yesin. Bunu bilməyən valideyn
uşağını döyməyə başlayır, onun qarşısını almağa başlayır və bu da onun şəxsiyyətində bir çox problemlər yaradır. Deməli, bilgisizlik çox böyük problemdir ki, ona görə valideynlər gərək özlərini bilgiləndirsinlər. Bilgilənmək necə olur? Yaxşı kitablar oxumaq və təlim-tərbiyə sahəsində, uşaqlar mövzusunda, şəxsiyyətlər mövzusunda danışan insanları dinləmək lazım. Mən bugün sizə çox gözəl bir kitab təqdim etmək istəyirəm. Kitabın adı Bizim Digər Mənimizdir. Çox gözəldir. Sirac nəşrlərində çap olub. Ümumiyyətlə, Sirac nəşrlərinin qəşəng kitabları var. Ailə mövzularında, uşaq təlim tərbiyəsində müraciət edə bilərsiniz. Bu kitab möhtəşəmdir. Niyə möhtəşəmdir? Həm çox gözəl üsullar göstərir təlim tərbiyəsində, valideynlə maarifləndirir. Həmçində yəni artıq valideynlərə söz qoymayıb da. Bəzən valideynlərə deyirsən ki, kitab oxu filan, deyir ki, mən kitab oxuyuram, başa düşmürəm. Onun üçün gələnəm təhsilim olsun filan. Kitabın mən yazarı ilə, müəllifin özü ilə görüşdüm. Çox gözəl söz dedi mənə. Bu söz məni sevindirdi. Dedi, bu kitabı elə yazmışam ki, Siruz bəy. Kitabı elə yazmışam ki, hətta o mətbəxdə yemək pişirən ana var, heç yerdə təhsil almayıb, təhsil görməyib. O belə bunu oxuya bilsin. Kitabı oxuyursan, görürsən ki, savadı olmayan ata-ana, yəni yüksək savadları olmayan, universitet bitirməyən, təhsilləri olmayan valideynlər belə bu kitabı oxuya bilərlər. İnanın mənə, çox asan dildə yazılıb. Ona görə əziz valideynlər, alın, oxuyun. Neçə cildlər? Bu 4 cilddir. Hal-hazırda bunun ayrı cildləri də var. Alın, oxuyun və öz övladlarınızı necə tərbiyə etməlisiniz, bu haqda məlumatınız olsun, zəhmət olmasa. Baxın, gedirik, bir maşın alırıq. Bəli, bizim vəzifəmiz deyil ki, maşının motorunu düzəltmək haqqında bilgiyə sahib olaq. Bu bizim işimiz deyil, mütəxəssis deyil bu sahədə. Biz ayrı sahədə mütəxəssisik. Amma maşının benzinin nə vaxt qutaracaq, bu litr benzin neçə kilometrə kifayət eləyər, maşının yağını nə vaxt dəyişməliyəm, maşının suyunu nə vaxt dəyişməliyəm, qışda hansı su tökməliyəm, yayda hansı su tökməliyəm, maşına ən azı bu bilgilər haqqında məlumatımız olmalıdır. Əgər olmasa biz o maşını sürə bilmərik. Məsəl üçün, maşını bilmirik ki, yağına baxmaq və dəyişmək lazımdır və yaxud da əlavə etmək lazımdır. Bir müddət elə sürürük birbaşa. Bir deyirəm, maşının motoru tökdü, dağıldı. Aparıq ustaya ki, nə oldu, mən təzə almışdım. Usta da baxır, deyir, ay, başı və xeyir olsun sən. Bunun yağını dəyişməmsən. Deyir, o təzə almışam maşını, məsələn, 6 ay deyirdi. Deyir, nə dəxil var bu? Məsələn, bu qədər sürdükdən sonra, neçə kilometr sürdükdən sonra sən gəlib bunun yağını dəyişəydin, təzəyə köynə fərqi yoxdur ki. O bilmədikdən sonra təzə maşını motoru tökür xərab olur. Ona görə valideynlər də, biz demirik ki, psixoloq olsunlar, pedaqoq olsunlar, nə bilim, böyük bilgilərə sahib olsunlar. Olsa nə yaxşı, amma vaxt yoxdur da, necə ki, bir nəfər müctəhid olmağa vaxtı yoxdur, gedir təqlid edir müctəhiddən. Eyni bu da onun kimidir. Bir çox mövzulardan bizim xəbərimiz olmaya bilər. Biz nevroloq deyilik, nə bilim, pedaqoq. Bu mənim işimdir, məsələn. Bəli, mən bu sahədə məşğul oluram, həm ilahiyyatçıyam, ondan sonra təlim, tərbiyə, ailə münasibətləri, ailə problemləri, şəxsiyyətin problemi. Bu sahədə öyrənirəm, universitet oxuyuram, kitablar oxuyuram, universitetin biri qutarı, digərini oxuyuram. Amma sadə valideynlərin, ayrı və yaxud da sahələrdə çalışan valideynlərin işi bu da ən azı müəyyən miqdarda öz övladları barəsində kitablar oxusunlar, məlumatlansınlar. Yoxsa öz övladlarını tərbiyə etməkdə bir çox problemlərlə üzləşəcəklər. İkinci, biz kitab oxuyun deyərkən, məlumat alın deyərkən, sözümüz budur ki, hər kitabı oxuyun. Baxın, bəzən Qərbin təlim-tərbiyə sahəsində yazdığı bir çox kitablar var ki, onu oxumasa valideyn daha yaxşıdır. Çünki insan yalnız maddi bir varlıq deyil. Amma qərb dünyası gəlib insana yalnız maddi tərəf, yəni heyvani tərəfindən baxıb insana. Yəni yeməsi, içməsi və s. bu mövzuda. Necə yatdı, necə durdu. Axı bunun ruhu da var, bunun mənəvi tərəfi də var. Biz gəlirik, yalnız Avropanı demirəm, amma burada bu sözüm o demək deyil ki, Avropanın yazdıqları kitablar bütün hamısı yanlışdır, biz onlardan da istifadə edirik. Çünki Avropalılar çox zəhmət çəkiblər, gördükləri hər problemi analiz etməyə çalışıblar, üstündə işləyiblər, yüzlərlə kitablar yazılıb, yüzlərlə əsərlər yazılıb. Olmazsa bir qələmdə üstündən cızıq çəkib atasan qırağa ki, onlar hamısı yanlışdır, yox. Amma yanlışları çoxdur. Yəni, yalnız o kitablarla kifayətlənib uşaqlarımızı təlim-tərbiyə etməyə çalışsaq, sabahları biz bir çox problemlərlə üzləşəcəyik ki, sonra uşağımızı hay düzəltməyə çalışsaq, görəcəyik ki, üzr istəyəm, iraq-iraq bir insani
tərəfi yoxdur bu varlığın. Ancaq heyvani baxmışıq da, hə bizə deyiblər yaxşı dərs oxumağına belə çalışın filan. Amma insani tərəfi yoxdur. Ona görə çalışaq oxuduğumuz kitablarda diqqət eləyək ki, mən sizə çox gözəl bir kitab tövsiyə elədim. Ayrı gözəl kitablar da tapmaq olar. Ona görə oxuduğumuz kitablara valideynlər diqqət eləsin və çıxışlarına qulaq asdığınız şəxslərə qulaq asın. Bəlkə o yanlış sözlər danışır. Ona görə doğru şəxsləri də tapmağa çalışaq. Bunda bəzən valideynlərə deyirsən, mən bir yerdə çıxış edirdim, deyir ki, axı biz hardan tapaq doğru kitabı? Məsələn, birini mən sizə tövsiyə elədim. Çıxış eləyəni hardan tapaq doğru? Allah istəyən, Quranda belə bir ayə var ki, hər kəs bizim yolumuza hidayət olmaq istəsə, biz onu hidayət eləyərik. Hər kəs istəsə həqiqətən övladını yaxşı tərbiyə eləsin, əlini açsın Allahın dərgahına ki, ilahi, mənə kömək ol. Allah da kömək olar, yaxşı kitab tapar, yaxşı söhbət eləyən tapar və bunları tapdıqdan da sonra insan gəlir onların qədrini bilsin. Allah kömək olar. Yoxsa biz ancaq Qərbin məlumatları ilə kifayətlənməyə çalışaq. Məsələn, Qərbin təlim tərbiyəsində həya nədir, varmı? Uşağa öyrədirmi ki, məsələn, necə bir həyalı bir varlıq olsun? Yox, onlar üçün məfhumu yoxdur əslən bu sözün. Aydındır? Ona görə həyasız bir uşaq böyüdür. Mən nə edirəm o uşağı? Allah göstərməsin. Biz həyalı övlad istəyirik. Ona görə valideynlər diqqətli olsun. Üçüncü problem nədir? Üçüncü problem uşaq təlim tərbiyəsində ki, biz qarşılaşırıq mediadır. Medianın çox böyük zərərləri var. Faydaları da var təbii ki. Bu mikrofonun da həm faydası var, həm zərəri. Mən bundan faydalı söhbətlər üçün istifadə eləsəm, bu da faydalıdır. Bunun haqqını əda etmişəm. Yox, pis bir şeylər üçün istifadə eləsəm, bu mənim üçün artıq fəsad rolunu oynayacaq burada. Mənə kömək olur fəsadı yaymaqdan ötürü. Pisliyi yaymaqdan ötürü, Allah eləməsin. Medianın rolu çox böyükdür ki, bu gün telefonlar, televizorlar, multfilmlər, cizgi filmlər və s. ki, uşaqlar otururlar qarşılarına saatlarla izləyirlər. Bu çox təhlükəlidir, əziz valideynlər. Diqqət olunması mövzu budur ki, insan hazır bir materiala daim baxsa, mən niyə görə hər dəfə öz çıxışlarımda deyirəm, kitab oxuyun, yoxsa deyərəm elə, hey, mənə qulaq asın, heç demirəm, deyirəm, kitab oxuyun. Niyə? Çünki insan hazır materialı hər dəfə oturub baxsa, insanın beynində o sanki korlaşma gedir. Artıq, məsələn, uşaqkən bizə məktəbdə 2 kotan nağılı var idi. Mən xatırlayırlar, izləyicilər yox. İkisi bir dükanda olur, sonra biri satılır, biri dükanda qalır. Bir müddətdən sonra o traktorun üzərində kotan gəlir dükanın qabağına, görüşürlər də, onların söhbətini, dialoqunu yazır. Deyir, necə olur, mən təzə ola, dükanda ola, pas atmışam, amma sən getmirsən sahədə işləyirsən, amma sən təzəsən, parıldayırsan. Deyir, çünki mən hər gün torpaqda əlləşirəm. Yəni ki, torpaqla sürtüşürəm və parlaqlığımı qoruyub saxlayıram. İndi insan elə daim elə durub bir videonun qabağında izləsə, kimsə qulaq assa, beyin işləməyəcək, durğun halda olacaq və kütləşmə gedəcək. Uşaqlar da, çoxlu cizgi film izləyən uşaqlarda kütləşmə gedir. Bunun qarşısını almaq üçün bir dənə üsul deyirəm, sonra ayrı zamanlarda daha geniş danışarıq. Uşaqlara çoxlu nağıl oxuyun. Çünki nağıl oxuyanda deyirsən ki, məsələn, qırmızı papaq meşədə gedirdi. Uşaq zehnində qırmızı çəkir, zehnində meşə çəkir, zehnində uşaq çəkir və s. Və zehin işləyir. Bu zaman artıq onun kütləşməsi aradan gedir. Eyni o daim işləyən kotana bənzər ki, parlaq olur. Medianın rolu çox böyükdür. Mediadan doğru istifadə etməyi də öyrənməlidir valideynlər ki, o kitablarda da siz bunu görəcəksiniz və gələcək mövzularda biz danışacağıq necə və nə qədər mediadan istifadə etmək lazımdır. Dördüncü problem uşağa vaxt ayırmamaqdır, əziz valideynlər. Valideynlər öz övladlarına vaxt ayırmadığı üçün uşaqlar da bəzən deyirlər, bəzən yox, çox halda deyirlər ki, uşaq xoşlayır televizora baxın. Axı sən valideyn olaraq ona maraqlı deyilsən. Mən özümə də deyirəm. Mən hərdən gəlirəm, evdə deyirəm, bu uşaqlar niyə o qədər televizora baxır? Evdə xanım deyir ona görə ki, nə sən varsan, nə mən varam. Onların qarşısında bir televizor var, onlar ona maraqlıdır. Onların marağını televizor cəlb edir. Telefon cəlb edir. O zaman ki, başlayırsan uşaqla oynamağa, görürsən uşağın telefon yadından çıxdı. İnanın valideynlər, əgər siz uşaqlarla zaman keçirsəz, görərsiniz ki, uşaqlar telefonu sevmirlər əslində. Uşaqlara telefonu sevdirən yalnızlıqlarıdır. Tənhalıqlar. Çünki tənha qalmaq istəmir. İnsan ictimai bir varlıqdır. İctimai olmaq istəyir. Kimin nəsə rabitə qurmaq istəyir. Görür ki, telefon buna danışır. Başlayır telefonla. Telefon niyə? Çünki telefon danışır deyərkən necə danışır? Yəni orada proseslər biri hə deyir, biri yox deyir. Mənimlə gələrsən, o da deyir, bəli gələrəm. Falan yerə gedək, deyir, gedək. Artıq uşağın sanki beynində həm sualı, həm cavabı o orada vermiş olur deyənə uşaq bundan ləzzət alır. Sanki sualını da, cavabını da orada aldığı üçün. Yoxsa amma sən onun yanında olsan, uşaq telefona tərəfdə getməz.
O adamlar ki deyir, o uşaqlar telefondan əl çəkmir. Bilirsiniz, onlar övladlarına diqqət eləməyən valideynlərdir. Əslində onlar özlərini biabır eləyirlər. O ki deyirlər, mənim uşaqlarım telefondan ayrılmır, ayıra bilmirəm. Öz-özünü biabır eləyir. Demək istəyir ki, mən övladımı heç vaxt ayırmıram. Öz övladıma qəti zaman ayırmıram. Bu böyük bir rüsvaysılıqdır əksinə. Allah bizə yar olsun ki, bu mövzuda diqqətli olaq. Uşaqlarımıza gərək biz neyiniyək? Vaxt ayıraq. Uşaqlarımıza vaxt ayırsaq, əlbəttə, təkcə uşaqlara vaxt ayırmaqdır, bu o demək deyil ki, bütün günü onlarla oynamaqdır. Yox, uşaqlara vaxt ayırmaq həmçində uşaqlarla necə rəftar etməyimizi öyrənmək üçün kitablar oxumaq, mövzular öyrənmək, onlar üçün şərait yaratmaq. Ola bilərsən bir yerdə gedirsən, bir şərait yaratsın uşaqlar üçün ki, uşaqlar orada oynayacaqlar filan, bunun özü də uşağa vaxt ayırmaq sayılır. Amma ifrada varmayaq da, Həzrət Əli əleyhissalam buyurur ki, biz orta yolu gedənik, maraqlı gəlir, orta yol getmək nə demək? Yəni, nə yuxarı, nə aşağı, necə? Orta yol. Bəzən görürsən ki, valideyndir, bilgilidir, o qədər uşaq haqqında məlumatı var. Danışdırsan, bir mütəxəssisdən çox danışan uşağına baxırsan, vəhşidir və yaxud da ki, bir çox psixoloji problemlərlə boğulan bir uşaqdır. Niyə? Bilir, əməl eləməyib heç birini, o tətbiq eləməyib, ancaq bütün gün oxuyub, öyrənib. Bəzən o öyrəndib müəyyən qədər quyu qırağa, biraz da onunla vaxt keçir və yaxud da oyuna ginən, gəzməyə apar ginən. Bir də əziz valideynlər bunu da bilsinlər, uşağa vaxt ayırmaq, onu yedirtmək, içirtmək filan deyil. Məxsusunda xanımlar bu çox dilə gətirdiyi mövzudur ki, mən bütün gün uşaqla da yox. Ona yemək yedirtmək, onun paltarını yumaq, onun nə bilim işlərini görmək, ona vaxt ayırmaq deyil. O uşaq üçün vaxt ayırmaq deyil. Uşaq nə zaman onunla qarşı-qarşıya dayanıb, onun suallarına cavab verdinsə, onunla oynadınsa, o bir daş qoydu, sən də bir daş qoydunsa, bu zaman ona vaxt ayırmısan, zənn edir. Necə qadınlar, kişilər deyir, mənə vaxt ayır, kişi deyir, elə bütün gün sizin üçün işləyirəm də, qadın deyir ki, axı, mən başqa bir şey istəyirəm, oturaq, söhbət eləyək, səni sevirəm, deyir. Mən də sənə deyim, budur mənə vaxt ayırmaq, başa düş məni, deyir ha xanımlar. Bu zaman bilsinlər ki, uşaqlar da onu demək istəyir, əziz analar sizə ki, bizə vaxt ayır. Yəni, bizimlə birlikdə oyna. Bəli, çox sağ olsunlar analar, Allah onlardan razı olsun. Necə ki, Allah Taala onun müqabilində deyir ki, cənnət anaların ayaqları altındadır, üçün zəhmət çəkirlər. İnşallah cənnət də onların nəsibi olsun. Amma övladlarına da vaxt ayırsınlar. Atalar da vaxt ayırsınlar. Bu təbiidir, təbii surətdə. Həm ata, həm ana, hər kəsin öz növbəsinə vaxt ayırmalıdır. Amma ana özünü aldatmasın. Ki, mən bütün günü yedirdim, içirdim, paltarını yudum, bu vaxtı ayırmaq deyil, xeyr, bu vaxt ayırmaq deyil. Ata da deməsin ki, bunlar üçün pul qazanıram, bunların məktəb pulunu falan mən verirəm, bu vaxt ayırmaq deyil, xeyr. Onunla oynamadıqca ona vaxt ayırmaq sayılmır. Onunla vaxt keçirtmirsənsə. Bir də vaxt keçirtməklə də bağlı bir söz deyim. Vaxt keçirtmək belə deyil ki, təəssüflər olsun, hamımızda bu baş verir də. Uşaqla oynayırıq, oynadığımız halda telefona baxırıq belə. Hə, bax, bu onunla deyil. Tamamilə onunla olmalısan, tamamilə. Uşaq bunu hiss edir. Mən parka aparıb uşağı yellədirəm, ancaq əlimdə telefonu yellədirəm də, nə isə nə bala, bu o deyil, mənə bax, mənimlə ol, mənimlə. 5-ci problem, hövsələ. Valideynləri danışdırırsan ki, axı sən niyə belə eləyirsən? Deyir, hövsələm qalmayıbdır. Bəs yaxı sən hövsələn qalmayıb, uşağın günahı nədir, əziz ana, əziz ata? Maraqlı deyilsən ki, uşağı tərbiyə etmək. Deyir, özü böyüyəcək də. Və ən çox da bu söz deyirlər ki, keçmişdə mənim dədə-nənəmiz bizə bu qədər vaxt ayırırdı. Axı keçmişlə indiki zaman fərq eləyir. Keçmişdə media belə sürətli inkişaf eləməmişdi. Biz saat 9-dan sonra multfilm tapırdıq ki, yəni cizgi film tapırdıq ki, gedək hələ bir baxaq da. Tapmırdıq axı baxmağa. İndi gecədən 24 saat hər nə istəsək tapa bilərik baxmağa. Keçmişdə 24 saat televiziyaya tapmaq olmur. İndi hər nə telefon, bir balaca telefon üstündə uzan yer və özdə harasından özündən apar. Özdən yerib bax içinə. Sən uşağı yiyəsiz qoysan, o özünə dostun dərhal tapacaq. Məxsusən də ki, indiki valideynlər hamı telefon alıb verib, maşallah olsun uşaqların əlinə. Elə bir bıçağı verib ki, bala gedək, nə vaxt istəsən kəs özü doğra. Sonra deyir, uşaq özünü kəs doğradı. Sən vermirsən də o bıçağı ona. Uşaqlar pakdırlar, təmizdilər. Allah onlarda öyrənmə istedadı qoyub. Daim gəzirlər, öyrənmək istəyirlər. Müsbət bir nəsə bir şey qoyub Allah onun içində valideynlər. Və öyrənəcəklər. Və bəzən də deyirlər, keçmişdəki uşaqların problemlərinin olmadığını hardan bilirsən? Bəzi valideynlər mənə deyir ki, bizdə heç belə problemlər yoxdur. İndi biz özləri psixoloqlar çıxardıb, nə bilim, pedaqoqlar çıxardıb.
Valideyn özünün danışsan 50 min dənə problemi var, özündən xəbəri yoxdur. Xəbəri yoxdur sadəcə. Başını dünya qatıb, iş qatıb, xəbəri yoxdur özündən. Özü bilmədən ondan bundan intiqam alır, bilmədən ailəsi ilə düzgün rəftar eləmir, savadı yox və s. O qədər problem sayarsan ki, özündən xəbəri yoxdur. Əgər istəmirsinizsə, sabahlar uşağınız bədbaxt olsun. Bilirsiniz, valideyn həmişə düşünür, nəinki valideyn, həmişə insanlar düşünür ki, ay Allah, qonşu uşağı bir adam olmayacaq, axır bu narkoman olacaq, axır öləcək. Amma özü barəsində insan mənfi düşünmək istəmir. Halbuki, bunun uşağı da narkoman ola bilər, bunun uşağı da ölə bilər, bunun uşağı da o təliyə düşə bilər. Yiyəsiz qaldıqca, tək qaldıqca. Ona görə hövsələ göstərir. Bəli, yoruluruq. Yorğunçuluğumuzu nə iləsə aradan aparmalıyıq. Allahdan kömək istəmək, dua etmək, zikr etmək. Qəlblər Allahı zikr etməklə aramlıq tapar. İnsan zikr eləsin, Allahdan kömək istəsin. Məsələn, hövsələniz yoxdursa, streslisinizsə 66 dəfə Allah zikri, ya Allah yoxa, Allah. Allah, Allah, Allah. 66 dəfə bu zikir demək insana aramlıq gətirir. Məsələn, bunu zikir deyə. Namazda dua eləyə, dualar, sədəqə verə, ziyarətə gedə, aramlığın tapa qoya da yerinə. Aramlıq tapmamanın səbəblisi nədir? Bütün günü boş-boş, mənasız, bir-birini qıran, gülməli, təlxəyli elən, yüzlərlə videolara baxırıq. Artıq beyin özünü itirir də. Bilmir gülməli şeyə fokuslansın. Çünki Instagram bir dənə gülməyə gəlir, daha ağlamalı bir şey gətirir. Beyin də itirib özünü artıq. Bilmir dayansın, geçsin, gülsün, ağlasın, hansı formaya düşəcəyini itirmiş beyində hövsələ mi qalar? Ona görə özümüzü kontrol eləyək, idarə eləyək. Və 6-cı problem, həyat tərzi. Zaman keçdikcə həyat tərzi dəyişdiyi üçün əziz valideynlər, buna görə biz problemlər yaşayırıq. Necə həyat tərzi dəyişir və bu təlim-tərbiyədə problemlər yaradır? Keçmişdə böyük evlər var idi, keçmişdə həyətlər, ora-bura, uşaqlar çöllərdə rahat oynayırdılar, bu qədər maşın yox idi, bu qədər tüstü yox idi, bu qədər təhlükə yox idi, bu qədər telefon, falan, televizor, bu cür sosial şəbəkələr yox idi. Saysaq o qədər maniyələr bizim həyatımıza daxil olaraq həyat tərzimizi bu yöndən digər yönə dəyişib ki, biz artıq çox diqqətli olmalıyıq. Azadlıq və oyun uşaqların iki əsas istəyidir. Amma bu günləri azadlıq uşaqların əllərindən alınıbdır. Oynamağa yeri yox, binaların içindədirlər. Kvadrat metrləri az olan balaca evlər, bahalı ev. Əlbəttə, bir sonra dövlət problemləridir. Dövlət gedək bunu həll eləsin. Dövlətlər, nəinki dövlətlər bunu həll eləsin. Bəzən nə veclərini həll eləmirlər ki, ancaq binalar satmaqla məşğuldurlar. İş ilahi olmayanda belə oldu. Bax, görürsən, dünyəvi olanda insana nə öyrədirlər? Sənə öyrədirlər ki, daha çox bina sat, daha çox pul qazan. Amma ilahi baxılsa məsələyə, Allah deyir ki, yox, insanlar da fikirləşir. İmam Sadiq əleyhissalam buyurur ki, geniş evdə böyüyən uşaqların qəlbi geniş olar. Evlərinizi alçaq tikməyin, hündür tikin, geniş olsun və s. Görürsünüz, niyə? Çünki uşaqlar geniş qəlb böyüsün. Dar evlərdə dar qəlbli, kinli, küdrətli uşaqlar böyür, gəlindi bunlar tərbiyə elə. Ona görə həyat tərzinin dəyişməsi də insanları dəyişir. Hətta uşaqlar bütün gün televizorların qabağında, sosial şəbəkələrin qabağında oturur, həqiqi ehtiyaclarını unuturlar. Uşaq bilmir ki, həqiqi ehtiyacım nədir? Uşağın həqiqi ehtiyacı daxilindəki enerjini yandırmaq, xərcləmək də bir gün ərzində. Amma bütün gün oturub televizora baxdığı üçün enerji daxilində qalır. Nə normal yata bilir, nə normal istirahat eləyə bilir, nə normal onun zehni çalışır, nə normal dərs oxuya bilir. Və bu axşır, o yığılıb qalanları sonra dərs oxumalı vaxtda, ailə qurmalı vaxtda, ciddi işlər görməli vaxtda başlayır cinayətlər törətməyə. Çünki qalıb axı daxildə. Deməli, altında həyat tərzi. Həyat tərzimizə diqqətli olmalıyıq. İndi bunun da qarşılığında nə etməliyik? Onlar haqqında da sizə inşallah deyəcəm. 7-ci problemdə bu mövzunun cavabı da deyiləcək. Nədir 7-ci problem? Təbiətdən uzaq qalma. Bu təlim-tərbiyədə nə təsir ola bilər? Çox böyük təsir var. Uşaq təbiətə çıxır, genişlik, gözəllik, səfa və bu uşağın ruhiyyəsinə təsir edir. Necə insan bir dənə təmiz havada rahatlıq tapır, ilahi, nə gözəl. Eyni bir gözəl qoxu duyur, nə gözəl. Uşaqlar da elədir. Məxsusən də uşaq şəxsiyyəti 7 yaşınacan 70% deyirlər, formalaşır. Gör, nə qədər təsirlidir. Uşaqlar artıq binalarda qalır. Valideynlər vaxtı yoxdur uşaqları çölə çıxartsın. Ən azından gündə bir dəfə uşaqları biz daimi olaraq çölə çıxartmalıyıq ki, çöldə gəzsinlər, bir neçə saat ora-bura qaçsınlar, enerjilərini xərcləsinlər.
bir dənə professor bir söz dedi, çox xoşuma gəldi. Çox gözəl söz dedi. Dedi ki, oyun uşaqların vətənidir. Uşaqları vətənlərindən ayırmayın. Həqiqətən o uşaqlar ki oynamır, onların çox böyük problemləri olacaq. Ola bilər o professor olaraq özü böyüsün, mütəxəssis olsun, amma onun öz şəxsi problemləri çox olacaq. Çox böyük problemlərə sahib olacaq ki, o da bir çox hallarda öz sahəsinə belə nifrət edir, sonra öz sahəsinə atır gedir. Müvəffəqiyyət əldə edə bilmir. Görürsən, bir saatda mütəxəssis nə ailəsi var, nə xoşbəxtçiliyi var, nə heç nə. Deməli, uşaqları təbiətdən ayrı salmalı deyilik. Bacardığımız qədər. Mən demirəm, bəs işimiz var, neyini? Sən 10.000 dollar qazanırsan, istəyirsən il ərzində qazanarsan ki, uşağın şəraitini yaxşılaşdırın. Bəli, biz çalışmalıyıq uşağın şəraitini yaxşılaşdıraq. Amma başa düşməlidir ki, valideyn sənin bu gün uşağı çölə çıxartmağın o qazanacağın puldan daha önəmlidir. Bəli, yenə də deyirəm, əziz valideynlər, ifrata, təfridə varmayaq. Bütün gün çölə çıxardım, iş qaldı yox. Və bütün gün işləyirəm, təbiət qaldı yox. O zamanımızı belə. Görək, bu həftə ərzində heç biz çölə çıxmışıqmı? Gəzmişikmi ailəvi olaraq? Bunu eləyək, proqramlaşdıraq. Yoldaşımla da tapşırıq xanım, yadıma sal, mənim yadımdan çıxsa, bu gün heç vaxtımız qalmadı. Yarım saat gəzə bilərik. Bəli, əzizim, gəzə bilərik. Dərhal gedək, yarım saat gəzək gələk. Pulumuz yoxdur, filan yerdə, restoranda oturma olsun, özümüzə bir dənə termos alaq. Şəxsən özümün elədiyin şeyləri sizə deyirəm, əziz valideynlər, bir dənə termos almışıq, qəşəng. Yaşadığım yerdə bir dənə çay var. Gedir onun kənarında oturuq. Bəzən heç oturmağa yer yoxdur, ayaq üstə dururuq. Ayaq üstə dururuq, uşaqlar özü üçün orada burada gəzirik. Çay içirik, bir dənə şirinədən filan, yallah, qayıtdıq evə. Bir saat çəkir, çəkmir, yarım saat çəkir, çəkmir. Amma uşaqlar təbiəti görürlər. Bu çox mühümdür. Və 8-ci, anaların məşğulluğu. Bəzi analar gedirlər işə, uşaqları qalır evdə. Elə bilirlər ki, çox pul qazanmaqla, yaxşı evlərə sahib olmaqla, bahalı-bahalı pərdələr almaqla övladı adam olacaq. Xeyr, analar. Xeyr, çox pasiyentlər, müştərilər yəni gəliblər yanıma ki, uşaqları artıq bədbaxt olur. Deyir, razıyam, tonla pul verim, uşağımı düzəlt. Deyirəm, elə düzəltmək olsaydı, öz uşağımı düzəldərdim də. O pulla düzəlmiş. Sən ona vaxt ayırmalıydın. Yoxsan 15 ildir, indi gəlmişsən uşağı düzəlt. Bu mümkün deyil. Ona görə, bəli, həkimlər, müəllimlər, müəllimələr ki, bu sahədə işləyən analar var və ehtiyaclıyıq. Allah onların canını sağ eləsin. Biz dua edirik. Cəmiyyətimizdə çox olsun xanım həkimlər, müəllimələr və s. Amma çalışın işləməkdən uzaq durun. Ehtiyacınızdan artığını işləməyin, əziz analar. O qədər ki, ehtiyacdır. O qədər işləyin. Əgər ehtiyac yoxdursa, azla da, məsələn, ola bilər sizin əriniz gündəlik çörək pulunu çıxardır və gətirir. Eyb yox, onunla kifayətlənib övladlarınızla məşğul olun. Da evdə də qalıb da telefonla oynamayın. Ondan oynayacaqsınızsa, gedin elə işləyin ondan yaxşı. Heç olmasa maddiyyətiniz olsun. Yaxşı uşaq olmayacaqsa, heç olmasa maddiyyət olsun. Əlbəttə, irağa. Evdə qalırsınız, uşaqlarınızla məşğul olun. Vallahi, uşaqlarınız daha yaxşı gələcək. Daha yaxşı uşaqlar böyüdəcəksiniz. Daha yaxşı evlərdəsə, yenə də bunu da qeyd edirəm. Bunlar hamısı lazımlıdır. Amma uşaq daha önəmlidir. O xarab olursa, onda biz bunu atmalıyıq kənara. Təəssüflər olsun, müəllimələr görür adam, uşağı adamın üzünə qayıdır. Tərbiyəsiz, bu müəllimə də övladı tərbiyəli olmalıdır. Ən tərbiyəsiz uşaq məhəllədə müəllimənindir. Niyə? Çünki vaxt yoxdur uşağına. Onun bunu uşağına məşğuldur, öz uşağı qalır. Həkimdir, uşağına baxsın, nə şuxur, banditdir. Qazandığı ömrü boyu qazandığı türməyə daşıyır. Nə mənası var? Allah iraq eləsin. Müəllimələr, həkimlər, bunlar hamısı bizə nümunə olmalıdır. Övladları ilə ailələrin. Əlbəttə, istisnai hallar baş verə bilər. 3 dənə uşaq var, biri gep bandit olub, bu yazıq müəllim neynəsin, ya müəllimə neynəsin. O təbiidir, ixtiyar sahibidir insan. Necə Həzrət Nuhun oğlunun biri getdi, pis yola. Amma hamısı yox ki. Çox müəllim, bir cəmiyyətdə görürsən, əldə müəllim var, 50-sində uşağı görürsən, hamısında banditlik var, hamısı türmə dalıcadır. Allah irad eləsin. 9-cu problem nədir? Ailənin planlaşdırılması təlim tərbiyədə. Bu həm gülməlidir, həm də çox həqiqətən bilməm necə bunu izah edeyim. Planlaşdırma deyəşən necə? Ya az uşağa sahib olurlar, ya da deyirlər ki, məsələn, az uşağımız olsun, ya da deyirlər ki, birinci uşağımız olub və yaxud da 2 il hələ evlənməyək, 2 il, 3 il uşağımız olmasın. Sonra deyir ki, birinci ol, hələ bir 5 ol gözləyək, hələ baxarıq, mənim halım yoxdur, ya xanımdır, ya kişi deyir. Kişi də özünü istəmir. Məsələn, xanım deyir ki, kömək eləyəsən mənə. Kişi də deyir, ayda buna kömək eləməkdənsə qoy uşaq olmasın, 10 ildən sonra olar. Bu çox böyük fəsaddır. Baxın, mən çox vaxt bunu deyirəm,
deyəcəm də gərək fəsad qarşısında mübarizə aparaq. Gender bərabərliyi haqqında problem var. Təəssüf olsun bizim ölkədə bunu gətiriblər. Mən o dərsdə iştirak edəndə ən təhlükəli eşitdiyim söz bu idi və bunu hər yerdə deyirəm. Dərsində özüm iştirak eləmişəm. Bir mütəxəssis olmağa çalışan bir şəxs kimi dedim görməli bu gender bərabərliyi nə olan şeydir, bəlkə bir yaxşı bir faydalı bir şeydir. Biz də öyrənək cəmaata öyrədək. Gördüm ki, elə sözü bu idi ki, gender bərabərliyi İndoneziyada buna çalışdı və müvəffəq oldu ki, 8 uşaqlı, 5 uşaqlı ailələrin uşağını 2 uşağa və yaxud 1 uşağa düşürtdü. Bir müsəlmanca utansın bu sözü desin. Peyğəmbər sallallahu deyir, mən qiyamətdə ümmətimin çoxluğu ilə fəxr eləyəcəm. Hətta o uşaqlar ki, ana bətnindən düşüblər, doğulmayıblar, düşüblər. Onlar da ümmətim kimi gətiriləcək. Səhni mən bana fəxr eləyəcəm. Bir dənə utanmaz, özünə müsəlman deyən şəxs gəlir deyir ki, uşaqların sayını gəlin azaldaq. Ayıb olsun o müsəlman. Allah hidayət eləsin. Başqa bir söz demirəm. Dua eləyirəm ona. Allah Taala onun adına satsın, hidayət eləsin. Biz də inşallah onlarla birlikdə. Yəni bir müsəlmana ayıbdır bu söz demək. Az uşaq. Problem deyil nədir? Deyir az uşaq olsa, onları tərbiyə etmək rahat olur. Xeyr. Baxın, böyük alimlərdən birini mən eşitdim. Çox gözəl sözdür. Dedi ki, çox uşağı tərbiyə etmək problem deyil. Əgər evdəki birinci uşağı tərbiyə etməyə bacarsaq, özləri artıq avtomatik olaraq, xod olaraq, dünyanın müxtəlif dillərində deyək, bu öz artıq bir-birindən neyini tərbiyə götürür. Məsələn, mən evdə görürəm də, mənim qızımla oğlum arasında 2 yaş fərqi var, birinin 5 yaşı var, birinin 2 yaş yarım da arıca belə, 2 yaş yarım fərqi var. Görürəm qızım hər neri oğlumla düşüb onun dalına icra eləyir. O atlanır, bu da atlanır. O özünü necə aparır, o ha vaxt yeməyə çalışırsa, bu da yeməyə çalışır. Görürsə, özünü gün ərzində 70-80% ona oxşatmağa çalışır. Onun dalıca düşür, onun elədiklərini təqlid edir. Bu deməkdir ki, yəni sənin bir dənə uşaq normal tərbiyə olunubsa, artıq onlar da bir-birindən tərbiyə götürəcəklər. İkinci iqtisadi baxımdan da deyə bilərlər. Bu barədə da danışacağım, amma burada da qeyd edeyim. Bəzən birinci uşağımıza geydirmədiyimizi ikinci uşağımıza geydirmək olar. Və Allah Taala da Qurani-Kərimdə buyurur ki, kasıbçılıqdan qorxub övlad dünyaya gətirməyənlərə xəbər verin. Onlar Allaha şərik mi qoşurlar? Şərik qoşmaq nədir? Yəni elə düşünür ki, mən qazanıram bu ruzunu. Uşaq olsa mən çatdıra bilməyəcəm. Sən qazanmırsan ki, Allah verir o ruzunu sənə. Ay insan, ayı ona görə ən az 3-4 dənə adamın övladı olsun. Övlad nimətdir, bərəkət. Bəzi valideynlər də mən eşitmişəm gəzdə evlənirlər, 1 ildən sonra mod düşüb uşağımız olar. Ayıb olsun. Həqiqətən ayıb olsun. İndi sənin xoşbəxtçiliyin nə oldu? Sən tək gəzirdin, nə olurdu ki? Güya nə olacaq ki? 2 il övladın oldu. Bayquş kimi yaşamağın nə mənası var? Bir də xəbərlərə baxırdım. Xəbərlər proqramında bir şəxs kasıbçılıqdan danışırdı. Və kasıbçılıq söhbət danışırdı, indi uşağımı dolandıra bilməm. Bir jurnalist bilmən bilərəkdən, yəni bilməyərəkdən ağlı oradan işləyir də, yəqin ki, hər halda onu da dua edirik ki, Allah onu da bizim də ağlımızı çox açsın. Sual verir. Əgər sizin belə bir probleminiz varsa, niyə bu qədər uşaq dünyaya gətirdiniz? Yəni, niyə evlənirdiniz? Belə sual verərlər. Ayıb deyə bu sual. Evlilik, ailə həyatı insanın daxilində qoyulub, insan ictimai bir varlıqdır. Ailə qurmaq, yaşamaq, xoşbəxt olmaq, övlad sahib olmaq istəyir. Bu nə sualdır sən verirsən? Mənasız sual. Mövzunun həqiqətini həll eləyə bilmir, amma bir dənə ajataj yaradır, bir dənə deyir, həm o televizyonu çox izləsinlər deyənə, yersiz bir dənə sual verir. O yazıq da baxdı sağa sola birinci doğru olmayan söz işlətdi. Dedi, ata-anamız evləndirib evlənmişik də, amma sonra sanki vicdanıma dedi ki, həqiqəti dinlə. Sonra qayıt dedi ki, belə də ki, adam deyir, gedir evi, övladını qucaqlayır, öpür elə bir dünyanı qucaqlayır. Bax, həqiqəti deyir orada. Övlad sahibi olmaq bir dünyadır. Adam, Allah övladı olmayanlara tezliyinə və haqqı İmam Zaman əleyhissalam və haqqı Həzrəti Fatimə Zəhra və haqqı Peyğəmbər salavatullah gözəl-gözəl övladlar nəsib eləsin. Nə gözəldir övlad sahibi olmaq. İndi olmayanlara da ki, əgər olmursa, ilahi imtihanda Allahdan onlara səbir əta eləməyini istəyirik və inşallah onlara da övlad nəsib eləsin. Övlad sahibi olmaq elə gözəl bir şeydir ki, bu barədə nəyə yubadırsınız bunu hələ gözləyə uşağımız olar. Ayıbdır bu şeylər. İkinci də uşaqlar arasında fərq olmur. Uşağın birinin 2 yaşı var, birinin 8 yaşı var. Onlar bir-birindən oynaya bilməyəcəklər. Artıq qızlar, 2 qız olur evdə, birinin 2 yaşı var, birinin 8 yaş. Hər 2 yaş getdikcə bu 10 olacaq, bunun 4 olacaq. Artıq bu müəyyən yaşa çatır, bu qız artıq bəzənir, düzənir, bu da uşaq yaşından artıq bəzənir, düzənir. O böyüklərə aid işləri görür, artıq nişanlısı var, nə bilim filan. Bu
uşaq yaşında onunla başlayır öyrənməyə. Bu da tez yetişməyinə səbəb olur. Yanlış bir hansısa bir proses baş verir. Hələ biri bu deyə videonun dəqiqəsi çox daha həddən artıq olacaq üçün çox izah eləmək istəmirəm. O qədər problemlər izah eləmək. Oynamağa adam tapmır, tək böyüyür. Bayquşum yazıq tək qalır. Mən valideynlər, uşaqlar tanıyıram ki, valideynlərinə deyir, gedə filan kəsgilə, gedə filan kəsgilə. Niyə? Oynamağa adam yoxdur, oynamaq istəyir, tək qalıb bu. Ona görə bir uşağı indi bu gün birində 100 il sonraya saxlamaq lazımdır ki, bu təbii olaraq yaxın zamanlarda olmağı yaxşıdır ki, həm bir yerdə böyüyürlər, oynayırlar bir-birlərinə, sənin zamanını çox almır. Birinci uşaqdadan vaxtı zamanı çox gedir. Sonra isə bu ikisi üçü olanda günün ən az 3-4 saatını, 5 saatını ola bir yerdə oynayır. Sən də 1 saatda onlara zaman ayırsan, tamam. Yoxsa tək uşaq görək, ömrü ona sərf eləyəsən. Bütün günü sən yaxından yapışırsan. Oynamaq istəyirəm. Mən tanıyıram da, dostlarım var. Uşaqları, yaş fərqləri çoxdur. Deyirlər, bu qız məndən bütün gün çəkmir. Çəkməyəcək də oynamağa kimisə yoxdur. Aydındır? Kimisə yoxdur oynamağa. Təkdir bu. Ona görə deməli, birinci oynamağa adam olacaq. İkinci, bunun paltarını o da geyinə bilər. İqtisadi cəhətdən sizə sərfəli ola bilər. Və üçüncü, bunu tərbiyə edirsiniz. O da öz-özünə tərbiyə olacaq. Birinciyə baxacaq və s. və s. və s. Yəni də ictimai inkişafı olacaq. Tək olan uşaq deyirsən, lal-pit olur, böyür, heç nə danışır. Və yaxud da danışır, çox danışır, yersiz danışır. Niyə? İctimai olaraq öyrənməyib, birinə söz desin, dayansın, sonra o birisini qulaq assın, o birisini ancaq özü. Tək böyüyən uşaqlara baxın, ancaq özü danışmaq istəyir. İmkan vermir, başqası danışır, başqasının fikrini qəbul eləmir. Ancaq mən udum, mən qalib olub, mən qazanım, mən deyim. Niyə? Tək olub o. Həmişə ata da, ana da bir dənə buna məhəbbət göstərib, o tək yönlülüyü öyrənibdir. Əlbəttə, yenə də bir daha təkrar edeyim, istisnailərdən danışmırıq. İstisnailərə Allah özü kömək olsun. Və 10-cu problem, iqtisadi rəqabət. Nədir iqtisadi problem uşaq? Təlim tərbiyədə. Deməli, valideynlər gedirlər, yalancı xərclər eləyirlər. Məsələn, pərdəsi var, evinin pərdəsi var. Buna kifayət eləyə bilər. 3 ildə, 5 ildə işlədə bilər. Nə danışırsan? Cəmaatın pərdəsi. Mən bunu 10 ildə almışam. Desinlər 10 ildə pulu yoxdur dəyişər. Desinlər nə dəxil olacaq? Peyğəmbər salavatullah girdi. Həzrət Zəhranın evinə baxdı. Həzrət Zəhra evinə təzə bir pərdə salıb. Həzrət narahat oldu, çıxdı, getdi. Rəvayətdədir, Həzrət çıxdı, getdi və Həzrət Fatimə başa düşdü. Elə bir ki, nəsə atası narahat. Getdi dadisə ki, atacan, ya Rasulallah, niyə narahat oldu? Dedi, qızım, məgər o bir pərdənin nə eybi vardı, sən dəyişmirsən? Dünyaya meyil salmısan sən? Həzrət gəldi, o təzə pərdələr yığışdırdı. Birinə ehsan elədi, o köhnələri yerinə saldı. Bəli, mən demirəm, yazıq günündə yaşayaq, pərdəmiz 100 yerdən dərmə deşiklə onu saxlayaq orada. Yox, təmizdir, gözəldir, yerində qalsın. Təzəsini axtarmayaq. Bu kofta köhnə, 3 ildir geyinirəm, atdım qırağa. Yox, əgər cırılıb, sökülübsə, bəli, təzəsini geyinir. Mömin təzə geyinməlidir, səliqəli geyinməlidir. Amma yersiz pullar xərcləməklə öz iqtisadiyyəsini zəiflədib, sonra deməsin, uşaq saxlamağa pul var, mən hələ bir gedim. 3-cü uşaqda olsun, 4-cü uşaq olsun, 5-ci uşaq olsun. Yəni, bu yersiz xərcləri yığışdırsaq, bizim uşaq tərbiyə etməyimizdə də, uşaqların olmasında da ümidvaram ki, problemlər olmaz. Ümidvaram ki, bu mövzular faydalı oldu. İnşallah gələn görüşlərə də sağ olun, salamat qalın.